Salam, hər birinizi salamlayıram. Mən bugün 9-cu sinifdən mövzusunu izah edəcəm. Ümumiyyətlə, canlılar aləmi, canlılar 4 böyük aləmə bölünür. Onlar hansılardır? Heyvanlar, bitkilər, göbələklər və bakteriyalar. Canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır və bu səbəbdən də canlılara xas olan xüsusiyyətləri ayrıca qeyd etmək bir qədər çətindir. Canlı və cansız təbiət arasında onlar atom səviyyəsində heç bir fərq yoxdur. Yəni, fərq onlarda molekulyar səviyyədə nəzərə çarpır. Canlıların əsas səciyyəvi əlamətləri bunlardır. Kimyəvi tərkibin xüsusiyyətləri, maddələr və enerji mübadiləsi, çoxalma, böyümə, hərəkət, qıcıqlanma, yaşayış mühitinə uyğunlaşma, tarixi inkişaf xüsusiyyətləri. İndi isə hər birinə aydın şəkildə baxaq. Canlı və cansızlarda eyni kimyəvi elementlərə rast gəlinir. Onlar hansılardır? Bu elementlər 4-dür. Canlı orqanizmləri təşkil edən maddələrin tərkibində 4 element üstünlük təşkil edir. Oksigen, karbon, azot, hidrogen. Bunlar bütün üzvü maddələrdə olur və makroelementlərə aiddir. Ümumiyyətlə, dövrü sistemdə 118 element var. 118 elementin 80-ə qədəri canlı hüceyrədə aşkar edilmiş, ancaq 27-si öyrənilmişdir. Hüceyrədəki elementlər qrupuna görə 3 yerə bölünür. Onları öyrənəcəyik növbəti dərsdə. İndi isə baxaq maddələr və enerji mübadiləsinə. Canlılarda maddələr mübadiləsinin əsasını qidalanma, qazlar mübadiləsi, ifrazat kimi proseslər təşkil edir. Maddələr mübadiləsi zamanı orqanizmdə üzvü maddələrin sintezi, assimilyasiya və üzvü maddələrin parçalanması dissimilyasiya prosesləridir. Assimilyasiya birləşmə reaksiyalarıdır, dissimilyasiya parçalanma reaksiyalarıdır. Dissimilyasiya nəticəsində ayrılan enerjinin müəyyən hissəsindən assimilyasiya prosesində istifadə olunur. Çoxalmaya baxsaq, burada çoxalma orqanizmlərin özünü törətmə qabiliyyəti nəticəsində yer kürəsində həyat fasiləsiz olaraq mövcud olur. Valideynin özünə oxşar nəsil törətməsi irsiyyət sayəsində mümkündür. Lakin orqanizmin mühüm mühitin təsirinə məruz qaldığı üçün bu oxşarlıq bəzən tam olmur. Yəni, müxtəliflik yaranır. İrsiyyət nədir? İrsiyyət orqanizmlərin özünə oxşar özünə oxşar əlamət və keyfiyyət, inkişaf xüsusiyyətlərini saxlamaq və sonraki nəsilləri ötürmək xassəsidir. Yəni, irsiyyət, tam aydın söyləsəm, irsiyyət orqanizmin öz əlamət və inkişaf xüsusiyyətlərini saxlayıb, sonraki nəsilləri ötürməkdir. İrsi xüsusiyyətlər bunlardır. Daha sonra, böyümə və inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. Hər bir canlı orqanizm böyüyür, qidalanır və böyüyür. İnkişafda müşayiət olunan böyümə sayəsində orqanizm yeni keyfiyyət dəyişiklikləri yaranır. Bunlara bütün canlı orqanizmlərdə rast gəlinir. Hərəkət, canlıların fəzada yer dəyişmə qabiliyyətidir. Orqanizmlərdə aktiv və ya pasiv hərəkətlər müşahidə olunur. Aktiv hərəkət əsasən heyvanlar aləminə, pasiv hərəkət isə deməli göbələklərdə, bitkilərdə müşahidə olunur. Deməli, hətta müəyyən substrata yapışmış orqanizmlərdə zəif hərəkət etmə qabiliyyətinə malikdir. Ümumiyyətlə, canlı orqanizmlərin hərəkət etmə qabiliyyəti vardır. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub, xarici mühitin təsirinə qarşı orqanizmin cavab vermə qabiliyyətidir. Amöbün
qidaya qarşı, qidaya doğru hərəkəti və ya duz kristalı qoyulmuş sahədən uzaqlaşması bitkilərin günəş işığına, rütubətə qarşı verdiyi cavab reaksiyası da elə qıcıqlanmaya misal ola bilər. Amöbün duz kristallardan yalançı ayaqlarını çəkib uzaqlaşması qıcıqlanma adlandı və bu refleks adlana bilməz. Çünki bunlarda amöbdə ümumiyyətlə bir hüceyrəlilərdə sinir hüceyrəsi yoxdur. Sinir hüceyrəsi yoxdursa burada refleksdən söhbət gedə bilməz. Yaşayış, ümumiyyətlə sinir hüceyrəsindən əlavə sinir sistemi də deyə bilərik. Yaşayış mühitinə uyğunlaşma. Həyat tərzi ilə əlaqədar orqanizmin quruluşunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem müəyyən mühitin şəraitində fəaliyyət göstərməyə uyğunlaşır. Yəni, hər bir canlı orqanizm yaşadığı mühitə uyğun olaraq qidalanır, sonra böyüyür. Tutaq, səhrada yaşayan bir bitki ilə tropik zonada yaşayan bir bitki eyni ölçülərdə, formada olmayacaq. Hər biri öz yaşayış mühitinə uyğun olacaq. Tarixi inkişaf xüsusiyyətləri. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inkişafıdır. Belə inkişaf prosesinə təkamül deyirik. Təkamül etmək ümumiyyətlə canlı orqanizm sadədən mürəkkəbə doğru inkişaf prosesidir. Canlıların quruluş səviyyələrinə baxsaq, canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif bioloji sistemlərdən, hüceyrə, toxuma və s. təşkil olunmuşdur. Bu sistemlər bir-biri ilə ölçülərinə, quruluşuna və digər xüsusiyyətinə görə fərqlənir. Dedik ki, canlı orqanizmin ən kiçik inkişaf və funksional vahidi hüceyrədir. Hüceyrələr öz başlanğıcını verib toxumalara, toxumalar orqana, orqanlar sistemini və orqanlar sistemi isə tam bir orqanizmi yaratmış olur. İndi isə canlıların orqanlar, ümumiyyətlə quruluş səviyyələrinə baxsaq, molekulyar səviyyə, quruluş dərəcəsindən asılı olmayaraq bütün canlılar zülallardan, nuklein turşularından, polisaxaridlərdən, digər molekullardan təşkil olunmuşdur. Maddələr mübadiləsinin irsi məlumatların ötürülməsi kimi bir çox bioloji proseslərin öyrənilməsi məhz molekulyar səviyyədən başlayır. Canlı orqanizmlərin kimyəvi tərkibini, onların həyat fəaliyyətinin əsasında duran kimyəvi prosesləri elə biokimya elmi öyrənir. Burada canlı orqanizmin əsas molekulyar tərkibi, əsas tərkibi öyrənilir. Hüceyrə səviyyəsi. Canlıların ən kiçik quruluş və inkişaf vahidi hüceyrədir. Hüceyrənin quruluşunu, kimyəvi tərkibini, çoxalma və inkişafını sitologiya öyrənir. Sitologiya elmi, Yunanca sitos hüceyrə, logos elm deməkdir. Hüceyrə haqqında elm sitologiyadır. Toxuma orqan səviyyəsi. Çoxhüceyrəli orqanizmlərin mənşəcə eyni olan oxşar quruluşlu və eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrə arası maddə qrupu toxumaları əmələ gətirir. Toxuma səviyyəsində canlıları histologiya elmi öyrənir. Deməli, toxuma səviyyəsində canlıları hansı elmi öyrəndi? Histologiya. Toxumalar birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları yerinə yetirən orqanlarda əmələ gətirirlər. Oxşar toxumalar birləşir, bir orqanı yaradırlar. Orqanizm səviyyəsi. Ayrı-ayrı fərdlərin quruluşu, həyat fəaliyyəti, xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq olunur. Bu tədqiqatlar fərdlərin mayalama anından ölənə qədər inkişaf dövrünü əhatə edir. Yəni ki, ontogenezini əhatə edir. Ontogenez özü də embrional və postembrional mərhələlərdən ibarətdir. Populyasiya növ səviyyəsi. Bu səviyyənin struktur və funksional vahidi növdür. Eyni növə aid olan və tarixən müəyyən ərazidə yaşayan fərdlər cəmi populyasiyalar adlanır.
Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya növ səviyyəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin yaranmasına səbəb ola bilər. Biogenetik səviyyə, biogeosenoz səviyyəsi müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupları və onların yaşayış mühitinin birgə cəmi biogeosenoz, geo yer deməkdir, bio canlı deməkdir. Deməli, burada müxtəlif canlılardır. Tutaq quşlar, məməlilər, sürünənlər, həşəratlar, bitkilər, yaxud da göbələklər, bakteriyalar. Bu canlı qrupları müəyyən bir ərazidə məskunlaşırlar və o birgə mühit nə adlanır? Biogeosenoz adlanır. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir. Ən yüksək səviyyə biosfer səviyyəsidir. Yer üzərində olan bütün biogeosenozların cəmi biosferi əmələ gətirir. Biosfer yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevirmələri öyrənilir. İndi isə baxaq nəyə? Hüceyrə və orqanizm, canlı sistemin əsasıdır. Hüceyrənin kimyəvi tərkibinə baxsaq, bayaq qeyd etdiyim kimi, cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaramır. Çünki həm canlılarda, həm də cansızlarda eyni kimyəvi elementlərə rast gəlinir. Ona görə atom səviyyəsində heç bir fərq yoxdur. Canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır. Baxsaq burada elementlər verilib. Oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürt, xlor, kalsium, maqnezium, natrium, dəmir. Bu elementlər 3 qrupa bölünür. Onlar hansılar? Ümumiyyətlə deyək ki, dövrü sistemdə təxminən 118 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Ancaq bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirildiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,1%-dən çox olan elementlər makroelementlər, 1%-dən milyonda 1%-ə qədər olanlar isə mikroelementlər adlanır. Makroelementlər hansılardır? Makroelementlərə birinci və ikinci qrup elementlər, yəni birinci qrup elementləri hansılara aiddir deyək. Oksigen, karbon, hidrogen, azot. Bunlar birinci qrup elementlərdir. Həm də makroelementlərdir. Hüceyrədə kütlə payı faizlə 98%dir. İkinci qrup elementlərə dəmir, fosfor, kükürt, xlor, kalium, kalsium, maqnezium, natrium. Bunlar isə hüceyrənin 1,9%-ni təşkil edir. Burada miqdarlarına, kütlə paylarına baxsaq, görərik ki, oksigen 65-75%, karbon 15-18 bu cür davam edir. Aşağıya getdikcə neyinir? Kütlə payı azalmış olur. Və nəticədə biz görürük ki, burada 12 element, yəni oksigendən natrium da daxil olmaqla bu elementlər adlanır makro elementlər. Çünki hüceyrədə kütlə payı 0,1-dən çoxdur. Ancaq 1/1-dən az olanlar isə mikro elementlər adlanır. Mikro elementlər hansılardır? Sink, mis, yod, flyor. Bunlar mikro elementlərdir. Ancaq üçüncü qrup elementlərinə aiddir. Sink, mis, yod, flyor, mangan, kobalt. Bunlar adlanır mikroelementlər. Hüceyrədə kütlə payı faizlə miqdarı 0,1%-dən az olur. Məsələn, bu elementlər dedik ki, hüceyrədə mühüm rola malikdirlər. Məsələn, maqnezium xlorofilin struktur elementini təşkil edir. Dəmir hemoqlobini
Kalsium və fosfor sümük toxumasının hüceyrə arası maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik verir. Bundan başqa kalsium qanın laxtalanmasında və iştirak edən amillərdən biridir. Sink, mis, yod, fluor, kobalt, selen. Bu kimi elementlər mikroelementlərdir. Mikroelementlərin miqdarca az olmasına baxmayaraq, onlar da baş verən maddələr mübadiləsində mühüm rol oynayır. Beləliklə, sink məddaltı vəzi hormonunun insulinin tərkibinə daxildir. Yod isə maddələr mübadiləsində böyüməni tənzimləyən, qalxana bənzər vəzi hormonu tiroksinin komponentlərindən biridir. Hüceyrədə kimyəvi elementlər, ionlar yaxud da maddələr şəklində orqanizmin qurulmasında iştirak edir. Məsələn, karbon, hidrogen, oksigen, karbohidrat və yağların tərkibinə daxildir. Zülallarda isə bu elementlərdən əlavə azot, kükürt, dəmir, maqnezium, yod bu kimi elementlər də olur. Su və natrium xlorid kimi qeyri-üzvü maddələrə həm canlı, həm də cansızlarda rast gəlinsə də, üzvü birləşmələr əsasən canlı təbiət üçün səciyyəvidir. Və onu da qeyd edim ki, bütün üzvü maddələrdə olan oksigen, karbon, hidrogendir. Azot isə karbohidratlarda, bir də zülallarda olur. Xitin tərkibində olur. Xitin özü də karbohidratdır. Belə. İndi isə burada bəzi elementlər toplanıb, məsələn, hansı? Şüaların bədənində toplanıb kalsiumdan stronsium. Ş, S, belə yadda saxlamaq olar. Kalsium, stronsium, Ş ilə. Kalsium onsuz çoxsunda var. Kök ayaqlılar, barium, kök ayaq, baldır sözündən yadında saxlamaq olar. Barium və kalsium, asidilər, vanadium, yosun, yod, qaymaq çiçəyi, çiçəyin ləçəyi, litium, su gülü, radium. Aha. Belə. İndi isə burada verilib bəzi məqamlar. Azot çatışmazlığı bitkidə ağımtıl sarı rəngdə kiçik yarpaqcıqlar əmələ gəlir. Deməli, azot çatışmazlığı zamanı nə olacaq? Kiçik yarpaqcıqlar ağ rəngdə, sarımtıl rəngdə kiçik yarpaqcıqlar əmələ gələcək. Sonra, kalium çatışmazlığı nəticəsində maqnezium çoxluq təşkil etməsi nəticəsində kaliumla maqnezium çoxluq təşkil etməsi ucları saralan yarpaqcıqlar əmələ gəlir. Dəmir çatışmazlığı nəticəsində bitkinin bütöv yarpağı sarı rəngdə olur. Maqnezium çatışmazlığı zamanı damarları tünd yaşıl rəngli olan açıq rəngli yarpaqlar olur. Kalium çatışmazlığı nəticəsində bitkinin yarpaqları normal görünsə də onun səthində kənarları saralmış olan deşiklər olur. Daha sonra fosfor çatışmazlığı zamanı köhnə yarpaqlar sarımtıl olur, yarpağın bəzi hissələri məhv olur, yarpaqlar tez tökülür və azot çatışmazlığında olduğu kimi görünür. Azot çatışmazlığının ilkin əlamətləri bitkinin yarpaqları uc hissəsindən başlayaraq gövdəyə doğru saralır. Bu cür. Hüceyrənin qeyri-üzvü birləşmələrinə baxsaq, hüceyrənin ümumiyyətlə tərkibi üzvü və qeyri-üzvü maddələrdən təşkil olunmuşdur. Qeyri-üzvü maddələrinə su və mineral duzlar aiddir. Miqdar cəhətdən su hüceyrənin əsas tərkib hissəsini təşkil edir. 70-80%-dir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən, funksional vəziyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insan sümük toxumasının 80%-ni, baş beyinin 85%-ni təşkil edir. Sonra piyin elə 80%, belə daha doğrusu, piyin 20%-ni, qaraciyərin 70%, daha sonra başqa nə qaldı? Əzələnin 75%-ni, belə. İnsan 20%-dən çox su itirərsə, onun ölümü ilə nəticələnər. İnsan deyəndə ümumiyyətlə hüceyrə özü də. Sonra, burada yazılıb ki, qeyri-üzvü birləşmələrdən su
70-80%-ni, üzvü birləşmələr 18,5-29%-ni, mineral duzlar isə ən azını təşkil edir, 1,5%-ni təşkil etmiş olur. Su hüceyrənin həcmini müəyyən edir, ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olmuş şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr hidrofil, hidorsu, fleo sevirəm demək. Yəni suyu sevənlər, suda həll olanlar. Suda həll olmayanlar isə hidrofob, hidorsu, fobos, qorxu, nifrət deməkdir. Maddələrin hidrofil və hidrofob olması həmin maddələrin suyun ionları ilə hidrogen rabitəsi yaratmasından asılıdır. Hidrofil maddələrə bəzi duzlar, sadə karbohidratlar, hidrofob maddələrə isə yağlar, mürəkkəb karbohidratlar, bəzi zülallar aiddir. Deməli, yoxlasaq, duzlar və sadə karbohidratlara, şəkərlər falan, bunlar deməli suda həll olur. Ancaq məsələn, mürəkkəb karbohidratlarda monomer halqalar artdıqca onların suda həll olması zəifləyir, şirin dadı da azalır. Sonra yağı suyun üzərinə töksək, görəcək ki, suyun üzərinə qalxır və həll olmur. Zülallar həll olmur. Məsələn, keratin zülalı həll olmur. Canlılarda rast gələn 4 əsas elementlərdən başqa oksigen, karbon, hidrogen, azotdan başqa kalsiumda çox böyük rolu var. Belə ki, yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mg kalsium çıxarılır, bir o qədər də yenidən toplanır. Orqanizm tərəfindən çıxarılır və toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa həm də kalsium və fosfor deposu da rolunu oynayır. Çünki sümükdə hüceyrə arası maddə sahəsinə kalsiumdan fosfor toplanır. Qidada bu elementlər çatışmadıqda orqanizm həmin elementləri sümük toxumasına alır. Məsələn, atmosfer təzyiqi aşağı düşdükdə orqanizmin öz müqavimətini saxlaması üçün adi hala nisbətən daha çox kalsium tələb olunur. Qanda kifayət qədər kalsium ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses normadan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi olaraq sümük ağrılarından şikayətlənir və bunu pis hava şəraiti ilə, yəni revmatizma ilə əlaqələndirirlər. Mineral duzlar. Hüceyrənin qeyri-üzvü maddələrinə mineral duzlar da aiddir ki, onlar hüceyrədə adətən anionlar və kationlar şəklində olurlar. Kationlar olur müsbət yüklü, natrium, kalium, kalsium, maqnezium kationları və anionlar mənfi yüklü anionlar olurlar. Daha sonra əncir, begonia, soğan, bunlar mikroskopla bunlara baxdıqda görürük ki, kristallar şəklində bərk halda suda həll olmayan kalsium duzları vardır və əncirin yarpağında, begoniyanın yarpağın hüceyrəsində, soğanın isə qabıq hüceyrələrindədir. Duzlar orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. Məsəl üçün, kalium və natrium duzları, natrium xlorid duzları insanın sinir toxumasında elektrik impulslarının yaranması və ötürülməsində, əzələ toxumalarında isə yığılmanın meydana gəlməsində iştirak edir. Hüceyrənin həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili mühiti demək olar ki, sabit qalır. Və bir məlumat da nəzərinizə çatdırım ki, hüceyrədə, ümumiyyətlə canlı orqanizmdə duzlar vardır. Hüceyrə tərəfindən deməli istehsal olunur və ancaq natrium xlorid bu duz orqanizm tərəfindən sintez olunmur deyə xaricdən alınır və hüceyrənin tərkibində natrium və kalium ionların qatılığı ölçülmüşdür. Natriumun qatılığı hüceyrənin daxilində az, xaricində çox, kalium isə hüceyrənin daxilində çox, xaricində isə azdır və
Bunu necə yadda saxlamaq olar? Tutaq, biz duzu xaricdən qəbul edirik də. Xaricdən qatılığı çoxdur, daxildə azdır deyə biz xaricdən qəbul edirik. Ancaq kalium ionlarını xaricdən qəbul etmirik, daxildə vardır. Belə. Ancaq onların qatılıqları bərabərləşsə, o hüceyrənin ölümü zamanı bərabərləşər. Bu qədər.